Rüfət bəy, sizcə ətir zənginliyi ifadə edə bilərmi? Əlbəttə, ətir nəinki zənginliyi, ətir sənin xarakterini izah eləyə bilər, sənin tərzini izah eləyə bilər və təbii ki, zənginliyi ifadə eləyə bilən də ətirlərimiz var. O zaman zənginliyi ifadə edən ətirlər hansılardır? Zənginliyi ifadə edən ətirlərdən mənim üçün birinci növbədə Initiodan Oud for Gladness. Güc, sərvət və nüfusun qoxusudur bu ətir. Harda olursan ol, daima səni xatırladacaq bir ətirdir. İkinci növbədə Lelabodan Anazır 13, sakit, amma inanılmaz bahalı bir effekt yaradır. Üçüncü növbədə yenə də Garmoni Parisdən Qaban, balans və harmoniya hissi. Dördüncü Parfums de Marly'dən Layton, qalıcı, cazibədar və lüks bir hiss yaradır. Beşinci yerdə mənim üçün Vertus Patchouli, qədim, bahalı və isti notlar, zənginliyi təbii şəkildə ifadə edən zəngin bir xarakter. Və bonus olaraq bir ətir də adı çəkəcəm. Bu Creed Aventus Absolu ətridir. Liderlər üçün yaranıb, uğuru, statusu və etibarı simvolizə edən əfsanəvi bir ətirdir. Dostlar, izləmədə qalırıq, videoları yaddaşda saxlayırıq və gündəlik həyatımızda bu ətirlərdən istifadə etməyə başlayırıq. Çünki ətir sadəcə qoxu deyil, ətir sənin xarakterindir.